Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Əməkdar artist Ruhəngiz Allahverdiyevanın 50 illik sənət yubileyi və 70 illik doğum günü münasibəti ilə təşkil olunan gecə duyğulu anlarla yadda qalıb. Yubiley gecəsində sənətkar üçün ən təsirli sürprizlərdən biri oğlu Fərid tərəfindən edilib. Belə ki, Ruhəngiz Allahverdiyevanın oğlu anası üçün xüsusi mahnı yazdıraraq yubiley gecəsində ona hədiyyə edib. Videolardan da göründüyü kimi ana ilə oğlun birgə yaşadığı bu anlar həm sənətkarın, həm də qonaqların duyğulanmasına səbəb olub. Səhnədə səslənən mahnı zamanı Ruhəngiz Allahverdiyevanın gözlərində sevinç və kövrəklik açıq şəkildə hiss olunub. Ana-oğlun səmimi qucaqlaşması və birlikdə ifa etdikləri anlar gecənin ən yadda qalan məqamları sırasında yer alıb. Yubiley gecəsi alqışlar, duyğulu baxışlar və sənətkara olan böyük sevgi ilə davam edib. Məclisdən yayılan görüntülər Ruhəngiz Allahverdiyevanın illər boyu qazandığı hörmət və sevginin bariz nümunəsi kimi qiymətləndirilib.